Xoş gördük əziz dinləyicilər. Bu dəfə də Azərbaycanlı balası Məsud Pezeşkiyan yaxşı bir açıqlama verib İranda. Açıqlama bundan ibarətdir ki, biz bir hökumət olaraq bəli verdiyimiz sözlər var. Biz onları yerinə yetirmək istəyirik. Biz istəyirik müəyyən mənada işlər görək. Əgər bu günləri İranın qonşuları ondan çəkinirsə, ondan ehtiyat edirsə, demək ki, burada bizim günahımız var. Biz bu problemləri həll etməliyik. Biz bu siyasəti dəyişməliyik. Bütün bu açıqlamadan sonra biz yenidən Rusiya və İranda Şamxani, ali dini liderin köməkçisi və yaxud da Rusiyada da səfirlik nəticəsində yenidən Zəngəzur dəhlizi gündəmə çıxıb. Görürsünüzmü? Şamxani bildirir ki, Zəngəzur trip layihəsi əslində Zəngəzur dəhlizidir yenə də. Digər tərəfdən Rusiya orada bir pay almaq istəyir. Yenə bu təzyiqləri ortaya görürük. Amma bu təzyiqlər mənasızdır, çünki mənasını itirdi və bugün o təhdid dili ilə danışmağın heç bir mənası yoxdur. Bu günləri Zəngəzur dəhlizi ki, və yaxud da Ermənistanın sərhədli bizim qırmızı cizgimizdir deyən Ağay Xamneyi və yaxud da ki, İranda olan o dini dairə bilməlidir ki, artıq Zəngəzur və yaxud da Ermənistan sərhəddi trip layihəsidir və Amerikanın qırmızı cizgisidir. O cizgiyə hər hansı bir müdaxilə etmək mümkün olmayacaq. Məsələ bitdi. Hətta Ermənistanı belə aşıb. Ermənistan bu müqavilədən çıxa bilməz. Yəni biz İranda görürük ki, Pezeşkiyanla hakimiyyət arasında böyük bir uçurum var və Pezeşkiyan bu problemləri həll etmək istəyir və İranda olan dəhşətli problemlərdən də xəbəri var. Bütün bunun fonunda biz nəyi gördük? Yenidən onu gördük ki, İsrail baş naziri Netanyahu Amerikaya getdi 3 gün bundan əvvəl və Amerika prezidenti Trumpa yeni bir layihə qoydu ortaya. Layihə ondan ibarətdir ki, İranın ballistik raketləri, nüvə sənayesinin inkişafı və bu minvalla İrana ediləcək ikinci zərbənin müzakirəsi aparıldı və Trump da bu barədə artıq bir neçə ay bundan əvvəl də bildirmişdi və bu günlərdə bildirir ki, imkan olduqda biz İrana yenə zərbə vurar əgər o bizim sözümüzdən çıxacaqsa. Yəni, böyük bir faciə var ortada və bunu Pezeşkiyan bilir və Pezeşkiyan bilir ki, böyük bir bataqlıq içindəyik. İranın su problemini həll edə bilmir. Tehran belə köçməlidir. İran bugün iynə üstündədir və bugün İrandan kənarda baş verənləri ola bilsin ki, o dindar zehniyyət anlamır, amma Pezeşkiyan kimi insanlar anlayır. Bu ağıllı insanlar bilir ki, İrana ikinci zərbə dəyərsə, İran ayağa dura bilməyəcək. Bu günləri Amerika və İsrail buna hazırlaşırlar. Nəzərə alın ki, İsrail Xamneyini vurmaq istəyirdi və Trump ona icazə verməmişdi. Bu icazə verməmək möhlət yaratmaqdır. Ona möhlət verməkdir ki, sən özünü necə aparacaqsan. Amma bu günləri bəlli olur ki, İran yenidən hazırlaşır. Dünya mediası da bundan danışır. Əlbəttə özünü toparlamağa çalışır. Öz hava hücumundan müdafiə sistemlərini ortaya qoyur və Çindən, Rusiyadan yeni silahlar almağa çalışır. Amma nəyin bahasına olursa olsun bunlar nəzarət altındadır və bütün bunlar İrana ikinci zərbənin vurulmasını da vacib eləyir. Və bunu da deyim ki, əgər ikinci zərbə İrana dəyərsə, İran bir daha ayaq üstə qalxa bilməyəcək. Xamneyinin bu dəfə öldürülməsi vacib olacaq və Xamneyi öldükdən sonra İranı bu formada saxlamaq mümkün olmayacaq və İranı dağılması demək olar ki, labüddür. Və nəzərə almaq lazım ki, İranın içində olan daxilində Ceyş-i Ədn adlı bir qruplaşma da var ki, bu bəlucuların qruplaşmasıdır. Bu qruplaşmalar da artıq toparlanıblar. Bir neçə bir yerə bölünürdülər. Bunlar da vahid partisan hərəkatlı İrana qarşı mübarizəyə başlayıblar. Və bütün bunun fonunda əlbəttə ikinci zərbə əgər İrana dəyərsə, burada İran dövləti bir daha ayaq üstə qalxa bilməyəcək. İranın xilası yalnız və yalnız Pezeşkiyanın zehniyyətində və Pezeşkiyanın idarəçiliyindədir ki, bu haqqı ona tanımaq lazımdır. Amma görsənən odur ki, bu dindar kəsim, bu möhümatçı kəsim, bu qara güruh buna imkan vermir. Təşəkkür edirəm diqqətinizə görə.